İkincisində Dövlət İmtahan Mərkəzinin biologiya 8-ci sinif test vəsaiti testlərini etməyə çalışacağam. Həzm və qidalanma mövzumuz. Gəlin testlərin izahına baxaq. Deməli, A variantından deyir, hansı heyvanın həzm sistemi mədə olur? Həzm sistemində mədə olmayan, dərsliyimizdə də olduğu kimi dəniz ayğırından, bir də iki cür tənəffüslü balıqların həzm sistemində mədə yoxdur. 2-3 variantı B variantına uyğundur. Orqanizm hüceyrələrində gedən biosintezdir. Biosintez reaksiyaları, yəni hər hansı bir maddə sintez olunur. Biosintez. Deməli, biosintezdə anabolizm. Anabolizm nə idi? Anabolizm yeni maddələrin sintezi idi. Üçüncü deyir, hansı heyvanın aid olduğu tipin nümayəndəsində ilk dəfə qaraciyər əmələ gəlmişdir? İlk dəfə qaraciyər mollyusklarda əmələ gəlmişdir. 4-də bizə deyir, verilmiş sözlərə uyğun ardıcılıqda istifadə edək, mətni tamamlayın. İnsan qaraciyərində daim nə əmələ gəlir? Öd əmələ gəlir. Və onun müəyyən hissəsi harda toplanır? Öd kisəsində. Öd kisəsi. Ödün təsiri altında kiçik damlalı yağlar, öd nəyin parçalamanı edirdi? Yağların. Öd həm də vəzin fermentlərini fəallaşdırır. Öd həm də mədaaltı vəzin fermentlərini fəallaşdırır və qələvi mühit yaradır. Necə mühit yaradır? Qələvi bir mühit yaradır. Öd həmçinin məhv edir. Həmçinin mikrobları məhv edir. Bu da uyğun gəldi B variantına. Sonra İnsan orqanizmində yağa olan minimal tələbat onun maksimum neçə kilojolunu təmin edir? İnsan orqanizmində yağa olan minimal tələbat 80-100 qram ümumi tələbatı, minimal da 80 qram. Deməli, yağa olan tələbat xatırladaq 80-100 qram. Minimum deyirsə bizə 80 qramı götürəcəm mən. Deməli, 80 qramı 80-i vuracam. Yağda nə qədər enerji verir? 38,9 kilojol enerji. O da bərabər edəcək 3112-yə B variantı. Karbohidratları parçalayan həzm fermenti. Karbohidratları parçalayan, biz bilirdik ki, karbohidratların ilkin həzmi ağızda gedirdi və burada amilaza və maltaza var idi. Amilaza karbohidratları parçalayan nişastaya qədər, maltaza isə maltozanı parçalayırdı. Son 6-cı, 7-ci suala. İnsan orqanizmində hansı vitamin çatışmazlığı skorbut xəstəliyi yaradır? Skorbut xəstəliyi nə idi? Hansı idi? Diş ətlərinin qanaması, dəridə qansızmalar, dişlərin tökülməsi C vitamini çatışmamazlığından yaranırdı. 8-ci suala baxaq. 8-ci sual deyir, insanda həzm kanalının divarı neçə qatdan ibarətdir? Həzm kanalımızın divarı 3 qatdan ibarət idi. Xarici birləşdirici qat, orta sayazələ qatı, daxili seyrikli qatdan ibarətdir. 9-a baxaq. Sxemdə əsasən doğru ifadələri müəyyən edin. Sxemin ortasına qoyulub D vitamini, D vitamininə uyğun variantlar. Bağırsaqda kalsium fosforun geriyə sorulmasını tənzimləyirdi. Çatışmazlıq zamanı seyrikli qişanın iltihabı və qansızmalar baş xeyir. Seyrikli qişanın iltihabı, qansızmalar C vitamini çatışmamazlığından idi. Çatışmamazlıq uşaqlarda raxit xəstəliyinin səbəb olur. Doğrudur. Çatışmamız zamanı ilkin növbət diş əti qabı da C vitamini çatışmamazlığı idi. Deməli, bizdə 1-3 doğru oldu. 1-3 hansı variant? D variantına gəldi. 10-cu suala baxaq. Fermentin adı X. Süd zülalları. Deməli, süd zülalını həll edin bizə nə idi? Ximozin idi. Ximozin baxırıq hansı variantda var? B variantında var. Bir də Y variantına görə hansı götürəcək. Sonra yağları həzm edən lipaza, bu da düz gedir. B ilə Y. Sonra karbohidratları isə amilaza həzm edirdi. B variantı gəldi. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Eyler-Venn diaqramının uzunluğu 5-6 metrdir. 5-6 metr nazik bağırsaq 1. 1,5 litr qida kütləsi tutur mədə. Həzm kanalının şöbəsidir hər ikisi. Həzm kanalının ən geniş şöbəsidir mədə. 12 barmaq və acı qalça bağırsaq, nazik bağırsaq şöbələrə bölün. İndi birinci 2-4-dür. 1, 2, 4, 2, 1, 5. 2, 4, 1, 5, 3 variantı gəldi.
12-yə baxaq. Həzm fermentləri haqqında verilənlərdən hansı doğru deyil? Həzm fermenti bioloji fəal maddələrdə doğrudur. Üç əsas qrupa bölünür, düzdür. Üç əsas qruplara bölünür. Yağları, karbohidratları, zülalları həzm edənlər qida maddələrini daha kiçik və asanlıqla həzm olunan maddələrə çevirir, düzdür. Fermentin funksiyası nədir? Qida maddələri daha kiçik xırda həzm olunan hala gətirmək. Olmazsa metabolik reaksiyalar çox yavaş gedər, düzdür. Reaksiya çox zəif gedər. Kimyəvi reaksiyanı sürətləndirən karbohidratlardır. Kimyəvi reaksiyanı sürətləndirən karbohidrat deyil, çünki bu fermentlər zülallar olmalıdır. İnsan orqanizminin zülalı olan minimal su tələbatı onun maksimum neçə kilocol enerji ilə təmin edir? Zülalı olan minimal tələbat, ümumi insan orqanizmi gündəlik zülalı olan tələbat 100-150 qramdır, xatırladaq. 150 qram. Minimal deyirsə biz 100 qramı götürəcəyik burada. 100 qramda zülalı tələbatı 100-ü də vuracağım. 1 qram zülalı nə qədər kilocol verirdi? 17,6. Ona görə 100-ü vuracağım. 1 qram zülala, o da eləyəcək, bərabər eləyəcək 1760 kilocol. Nazik bağırsaqda 1 millimetr kvadratda nə qədər xov yerləşir? Biz bilirdik ki, 1 santimetr kvadratda 2500 xov yerləşirdi. 1 santimetr kvadratını bərabər edəcək 100 millimetr kvadratıdır. 100 millimetr kvadratıdır. Ona görə də əgər 1 millimetr kvadratı bilmirəmsə, x qoyuram. 100 santimetr 100 millimetr kvadratında da 2500-dürsə, deməli x-i bərabər edəcəm. 2500-ü böləcəm 100-ə, o da 25 düşəcəkdir. Şəkildə göstərilən diş növünə aid olan əlamətləri müəyyən edin. Şəkildə göstərilən diş növü kəsici dişlərə aiddir. Hər çənədə 4 ədəd olur, düzdür. Hər çənədə 4 ədəd olur. Qidanı çeynəyərək xırdalayır. Xeyr, xırdalayan dişlər bizdə ağzı dişləri idi, çeynəyərək xırdalayan. Hər çənədə axırıncı yerləşən dişlərə ağıl dişləri adlanır. Xeyr, ağıl dişləri böyük ağız dişlərə aid idi. Qidanı dişləməyə xidmət edir, bəli, 1-4. Doğru ifadələri müəyyən edin. Bir də bizə verir, həlqəvi qurdlar həzm sistemi çinədana rast gəlinir, düzdür, rast gəlinir. Yassı qurdların həzm kanalı son ucu kör qurdlar və anal dəlik olmur, düzdür. Son ucu kör qurdlar və anal dəlik olmur, düzdür. Qaraciyər ilk dəfə yassı qurdlarda əmələ gəlmiş, xeyr, mollusklarda var idi. Mollusklarda həzm olmayan qalıqlar ağız basit xariconu, xeyr, bu ağplanaridə idi. Göl ilbizinin ağız boşluğu xitin dişçilər deyə yerləşir, düzdür. Deməli, 1, 2, 5, düzdür. 1, 2, 5, düzdür. Uyğunluğu müəyyən edin. C vitamini, A vitamini, C vitamininə çatışmamazlığı toyuq yorluğu xəstəliyi yadır. Bu A vitaminidir. Sonra çatışmamazlıq skorbut xəstəliyi C vitaminidir. Yaraların sağalmasını sürətləndirir. Yaraların sağalmasını sürətləndirən C vitaminidir. Bir dəqiqə, bu da A. Kağıtım, skorbut B var ya, kağıtım. C vitaminidir. MC'dir. Görmə pigmentinin tərkibinə daxildir A vitamini. Orqanizm infeksiyon xəstəliklərə qarşı müqavimətini artırır C vitamini. 18-ci suala baxaq. Sxemdə hansı üzvü maddələrin tam parçalanması zamanı əmələ gələn maddələr göstərilmişdir? Burada amoniak verirsə, deməli burada amin turşulardır. Yəni ilk yol X zülaldır, zülal. Y-də amin turşu. 19-cu şəkildə həzm kanalının hansı şöbəsi təsvir olunmuşdur? Şəkildə həzm kanalı yoğun bağırsaqdır, yoğun bağırsaq. Bağırsaq və yoğun bağırsaqda birincisi çəmbər bağırsaq, 1 çəmbər bağırsaq, 2 kör bağırsaq, yox, 2 düz bağırsaq, düz bağırsaq, üçüncü isə kör bağırsaq, Deməli, 20-ci suala baxaq. Semdə göstərilən çevirmələr insanın həzm kanalının müvafiq olaraq hansı şöbələrində və hansı fermentlərin köməyi ilə həyata keçirilir? Deməli, birincində baxırıq ki, zülallardır. Zülallar amin turşularına parçalanır. Zülallar harada parçalanır amin turşular? Mədədə. Mədədə parçalandı. Bir də harada parçalanırdı?
Bağırsaqlarda da var idi. Sonra ikincisi baxıram karbohidratdır. Karbohidratlar ağızda, bir də bağırsaqda. Sonra yağlar isə yalnız bağırsaqda. Amma süd yağları mədədə də ola bilər, süd yağları. Gəlin bunların hansı fermentlər onu da xatırladaq. Mədədə pepsin idi, bağırsaqda tripsin idi, zülalları parçalayan. Karbohidratları parçalayan ağızda amilaza, maltaza, bağırsaqda amilaza idi. Yağları parçalayan lizasim idi bağırsaqda, amma süd yağları da vardı, ximazin idi. B variantına baxaq. Orqanizm hüceyrələrin enerjinin ayrılmasına gedən bütün parçalanma reaksiyalarının cəmi, enerjinin ayrılmasına gedən parçalanma reaksiyalarının cəmi adlanır katabolizm. Parçalanma reaksiyasına zaman enerji ayrılırdı. Diaqramın hansı bəndlərində işarələr plus minus ilə işarələnməlidir? Deməli, burada ağız boşluğunda həzm verilib. Ağız boşluğunda həzmi qidanın həm mexaniki, həm də kimyəvi parçalanması baş verir. Deməli, kimyəvi parçalanması düzdür, amma mənfi yazıb. Burada plus dəyişilməli idi. İkinci yazıb, ağız suyu zəif qələ, bu düzdür. Burada düz yazıb. Üçdə lizasin fermenti ağızda olan mikrobları zərərsizlə. Burada mənfi yazıb, amma mən deyirəm ki, həqiqətən yəni zərərsizləşdirdi. Burada isə düz yazıb, düzdür. Burada 1 ilə 3 dəyişməli idi. Mədə şirəsi haqqında hansı ifadə doğru deyil? Tərkibində pepsin, ximazin, lipaza fermentləri var. Yəni mədə şirəsində var. Pepsin var, zülalların həzmidir. Ximazin süd zülalları, lipaza süd yağları. Bu doğrudur. Tərkibində xlorid turşu mədə fermentlərini fəallaşdırır. Xlorid turşunun funksiyası mədə fermentlərini fəallaşdırmaq idi. Tərkibində serik mədənin divarını turşunun yandırıcı təsirini qoruyur, düzdür. Tərkibində xlorid turşu xəstəliyyət törədən mikroblar, düzdür. Tərkibindəki amilaza fermenti karbohidratların parçalanmasına təmin edir. Tərkibində amilaza fermenti yox idi mədə şirəsində. Mədə şirəsində karbohidratların həzmi getmirdi. X-i müəyyən edin. X əsas enerji mənbəyi, qaraciyər əzələlərdə glikoz. X nə ola bilər? Bizdə qanda miqdarı glikoz olacaqdır. Şəkər miqdarı. Əsas enerji, biz bilirik karbohidratlar bədəndə əsas enerji mənbəyidir. Və qanda da əzələlərdə glikogenə çevrilirdi. Yetkin insanda qidanı dişləməyə xidmət edən dişlərin ümumi diş sayının neçə faizini təşkil edir? Biz bilirik ki, qidanı dişləməyə xidmət edən dişlər, birinci götürəcək qidanı dişləməyə xidmət edən dişləri, 4 dənə kəsici və köpək dişləri, 4 dənə kəsici, 4 ümumi ağız boşluğunda 8, 4 dənə də köpək dişləri var. Ümumi 12 olacaqdır. 12 bu qidanı dişləməyə kimi hansıları idi? 8-i kəsici diş idi, 4-ü də köpək dişi idi. Ümumi 12 dənədir. 12 bilmirəm neçə faizdir, x eləyirəm. Amma 32 ümumi ağız boşluğunda nə qədər diş var? 32 diş. 32 dişim 100% götürürəm. Orada da x-i bərabər etsəm, hardasa cavab alınacaq 37 tam onda 5. 37 tam onda 5. Oldu B variantı. Altıncına baxaq. E ilə və diaqramda uyğun bəndləri müəyyən edin. Həzm sistemini amin tuşlarına parçalayır. Deməli, həzm sistemində amin tuşlarına parçalayır zülallar. 1 qramının tam parçalı 17,6 kilojol, hər ikisində 17,6 kilojol enerji ayrılırdı. Fermentlərin əsasını təşkil edir zülallar. Orqanizmin əsas enerji mənbəyidir karbohidratlar. Qanda miqdarı karbohidratlar. Üzvü birləşmələrdə zülallar. Zülallar da hər ikisi. Deməli 1, 3, ikinci 4, 5. 1, 3, 1, 3, 4, 5, 2, 6 D variantı. Həzm kanalının ən uzun şöbəsi nazik bağırsaqdır. Hansı ifadə doğru deyil? Ağız boşluğunda karbohidratların həzmi baş verir. Düzdür, doğrudur. Mədə şirəsinin karbohidratları parçalanan fermentlər yoxdur, doğrudur. Lipaza fermenti yağların gliserin və yağ turşu düzdür. Sonra mədə şirəsinin tripsin fermenti karbohidratları parçalanır. Mədədə birinci karbohidratlar parçalanır, parçalayan da pepsindir, tripsin deyil. 9-a həzm sistemi, həzm vəzləri və həzm
kanalından ibarətdir. Y variantı. Zülalları parçalayan həzm fermentləri, zülalları parçalayan pepsindir, ximazindir, pepsin, ximazin bir də tripsin. Pepsin, ximazin, tripsin A variantı. Pepsin mədədə idi, bir də ximazinlə pepsin mədədə, tripsin isə bağırsaqda idi. Eyniləri və diaqramda əsasən uyğun bəndləri müəyyən edin. Deməli, pepsin və tripsin fermentlərin təsiri altında parçalanır nələr? Zülallar. Nazik bağırsaqda onları parçalayan fermentlərə rast gəlinir. Yağları 2. Lipazla fermentin təsiri gliserin yağ turşularına parçalanır. Yağlar. Həzm kalan amin turşularına parçalanır. Zülallar. Həzmin ödün təsiri hər ikisi yağları və zülalları parçalayan fermentlər ödün təsiri ilə sürətlənirdi. 1-də 1, 4, 2, 3. 1, 4, 2, 3. 3'də də 5 variant. İnsan dişinin ən daxili hissəsi nə adlanır? Diş özəyi adlanırdı. Burada qan damarından sinir ucları, sinirlər gəlirdi. Deməli, 10 nəfərdən ibarət gəmi heyəti, 10 nəfərdən ibarət gəmi heyəti, iyul ayında dəniz səyahətinə çıxmaq üçün özlərlə maksimum neçə milliqram C vitamini götürməlidir. 10 nəfərdən ibarət gəmi, ilk olaraq burada bilməliyik ki, C vitaminin gündəlik dozası bizim üçün maraqlıdır. Çünki bir gündəlik doza ən azı 50-78 olmalıdır. Burada 50-78 milliqram insan üçün C vitaminin gündəlik dozası var və bunların özləri üçün maksimum deyirsə 78 ilə götürə bilərik. Deməli, 78-i vuracam, 10 nəfər deyirsə ona, o da bərabər 780 milliqram C vitamini. 14-də baxıq, insan vitamin tələbatının müddəti 20 gündür. C vitaminin maksimum tələbatı X-dir. C vitaminə biz maksimum tələbat bilirik ki, 78 idi, yuxarıda qeyd etmişdik. A vitaminin minimal tələbat, A vitaminin minimal tələbatı 2 qram idi. 2. A vitamini 2-3 qramdır. Normal tələbat 2-3 qram normaldır. Amma minimum dediyi üçün 2-ni götürəcəm mən. Və hərəsində 20 günə vuracam. 20 gün, bunu da vuracam 20 günə. O da sonra nə edəcək? Bunları deyir ki, X-dən Y-i çıxacam. X-imin cavabı olacaqdır. Vursam 1560 X-dir. Bunu 560. Oradan da çıxacam. Y-imdə 40-dır. O da bərabər edəcək 1520. İndi 15-ci suala baxaq. Yetkin insanda qidanı çeynəyərək xırdalamağa xidmət edən dişlər ümumi diş sayının neçə faizini təşkil edir? Qidanı çeynəyərək xırdalamağa xidmət edən. Yetkin insan dediyi ki, 32 diş götürürəm. 32 dişi 100% deyirəmsə, qidanı xırdalayaraq çeynəməyə xidmət edən dişlər azı dişlərdir. Azı dişlərdə 20 dənədir. Hardan 20 olur? Buradan baxaq. Deməli, 8 dənə ümumi olaraq 8 dənə kiçik azı dişi var idi ümumi çənədə və 12 dənə də böyük azı dişimiz var idi bütöv ağız boşluğunda. Ona görə də ümumi 20 dənə, 20-ni də x eləyirəm. X-də bərabər eləyəcəm 62,5 faiz eləyəcək. 15-ə baxaq. Doğru ifadələri müəyyən edin. Yox, 16-ya. Deməli, orqanizm vitamin çalışmağı A vitaminizə səbəb düzdür. A vitamin çalışmağı artıq ayaq sümüklərin əyilməsi səbəb xeyir. D vitamini, C vitamini günəş şüalarının təsiri altında dərdə xeyir. D vitamini, karotin maddəsi qaraciyər və bağırsaqda A vitaminə çevir düzdür. D vitamini çatışmamazlığı döş qəfəsinin deformasiyaya səbəb olur düzdür. Deməli, 17 uyğunluğu müəyyən edin. Daxili, orta və xarici həzm kanalının divarı. Deməli, həzm kanalının divarı daxili divara aid eləyəcəyi serikli maddə əmələ gəlir daxili divara B-ni. Bir də daxili divara aid edəcək həzm vəzləri yerləşir D-də, daxilidə. Həm serik, həm də həzm vəzləri var. Ortaya bağırsaq dalğavarı hərəkətinə səbəb sayı əzələ var. C, bir də bağırsağında yerdə də qaldı. A, qoruyucu funksiya yerinə yetirir, xarici qat, birləşdirici toxumadan ibarət idi. Orta qatı sayı əzələ qatı idi. Sonra axırıncı situasiya verilib bizə. Xəstənin mədə-bağırsaq sistemində problemi həll etmək üçün həkim radiotelemetrik üsuldan istifadə edir. Bu məqsədlə xəstə həkimin
Həkimin təklif etdiyi pH radiokapsulu qəbul edir. Həzm sisteminin müxtəlif şöbələrindən keçən radiokapsula gələn radiosiqnallar xüsusi qəbul edici avadanlıqla qeydə alınır və xəstənin mədəsində mühitin turşuluğunun azaldığı müəyyən olunur. Mədə şirəsində hansı maddənin miqdarı azalmışdır? Biz bilirik ki, mədə şirəsi turşuluq var. Turşuluğu azalırsa, deməli xlorid turşusu azalıbdır. Sonra bu maddənin miqdarının azalması mədə şirəsində olan fermentlərə necə təsir göstərir? Fermentlərə necə təsir göstərir? Biz bilirik mədə şirəsində fermentlər vardı. Pepsin, ximozin, bir də lipaza var idi. Lipaza və bunların da fəallığını azaldacaqdır. Fəallığını azaldacaq. Yəni fermentlər zəif işləyəcək. Mədə şirəsində olan hansı maddə mədənin divarını bu turşunun yandırıcı təsirindən qoruyur? Selik, mədə şirəsinin daxili qatı, mədənin daxili qatı seliklə örtülmüşdür və bu selik xlorid turşusunun yandırıcı təsirindən qoruyur. Testimiz bu qədər uşaqlar.